Qərbi Azərbaycanlıların öz tarixi torpaqlarına qayıdış hüququ Amerika Birləşmiş Ştatları Konqresində müzakirə olunub. Vaşinqtonda keçirilən beynəlxalq konferansda etnik təmizləmə, məcburi köçürülmə və fundamental insan hüquqlarının pozulması ilə bağlı məsələlər diqqət mərkəzində olub. Vaşinqtonda Konqres binasında Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə keçirilən beynəlxalq konferansda Qərbi Azərbaycanlıların qayıdış hüququ, onların pozulmuş fundamental haqlarının bərpası və beynəlxalq hüququn bu məsələyə yanaşması ətrafında müzakirələr aparılıb. Çıxışlarda Ermənistan ərazisindən zorla deportasiya olunmuş 100 minlərlə Azərbaycanlının təhlükəsiz, könüllü və ləyaqətli şəkildə öz doğma yurtlarına qayıtmasının beynəlxalq hüququn tələblərindən biri olduğu vurğulanıb. Diqqət çəkilən məqamlardan biri də Qərbi Azərbaycanlıların 20-ci əsr ərzində bir neçə mərhələdə deportasiya və etnik təmizləməyə məruz qalmasıdır. Bildirilib ki, bu proses təkcə insanların doğma yurtlarından qovulması ilə məhdudlaşmayıb, həm də onların mədəni və tarixi irsinin silinməsi ilə müşayiət olunub. İlk dəfə idi ki, ABŞ Senatında belə bir beynəlxalq tədbir keçirilir. Çünki ötən 10 illiklər ərzində biz adətən Amerika Birləşmiş Ştatlarında erməni lobiçiliyinin dəstəyi ilə, bəzi ermənipərəst konqresmenlərin təşkilatçılığı ilə Qarabağ mövzusunda Azərbaycan əleyhinə beynəlxalq tədbirlərə şahidlik etmişik. Amma artıq Azərbaycanlıların öz dədə-baba torpaqlarına, Zəngəzur və digər hazır ki, Ermənistan Respublikası ərazisindəki dədə-baba torpaqlarına qayıdış hüququnun beynəlxalq səviyyədə tədbiq keçirilməsi böyük hadisədir. Konferans iştirakçıları Ermənistanda Azərbaycan xalqına məxsus məscidlərin, qəbirstanlıqların, ziyarətgahların və digər tarixi mədəni irs nümunələrinin məhv edilməsi, eləcə də minlərlə Azərbaycan mənşəli toponimin dəyişdirilməsi faktlarının beynəlxalq səviyyədə araşdırılmasının vacibliyini qeyd ediblər.